Salam uşaqlar, testlərə davam və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. 69-cu testdəyik. Укажи, где правильно слово поделено деление на слоги. Deməli, hansı söz düzgün, yəni hansı deyəndə butılka sözüdür və hansı düzgün hecalara bölünür. Əlbəttə ki, butılka. Найди ошибку. İndi səhvi tapmalıyıq. Əlbəttə ki, тетушка. Тетушка olmalıdır. Burada уже düzdür. Игрушка, тарелка. Третий. Укажи слово, которое нельзя переносить с одной строчки на другую. Sətirdən sətrə siz keçirdə bilməz hansı sözü. Məsələn, роза deyə keçirdə bilərsiniz. Pçela. Amma yasin уже bir dənə ya qala bilməz də. Yəni bu şəkildə. Yasin deyə keçirdə bilməzsiniz. Ya da məsələn, se və n olanda da olmaz. Ona görə də B variantıdır. Какое слово правильно разделено черточкой для переноса? Deməli, hansı düzgün şəkildə sətirdən sətirə bölünübdür? Leyka. Правильно. Bu şəkildə biz keçirdə bilərik. В каком слове один слог? Bir heca hansı sözdədir? Əlbəttə ki, bir sayt olduğu. Qraç. Сколько слогов в слове весна? Neçə heca var? Əlbəttə ki, bizdə 2. Весна. Так. Дальше. В каком слове ударение падает на первый слог? Deyir ki, vurğu birinci hecəyə hansı sözdə düşür? Ключик, телефон, такси. Əlbəttə ki, A variantı. В каком слове три слога? 3 heca hansı? 3 hecalı söz hansıdır? Əlbəttə ki, 3 dənə sayt olan söz. Avtobus. Дальше. В каком слове есть слог из одного звука? Bir səsdən, yəni bir dənə hecadan olan. List. В каком слове гласных больше, чем согласных? Məsələn, deyir ki, neçə hansı sözdə sayt çoxdur samitə baxanda. Sayt. İva. Burada уже 2 dənə saytımız var. Düzdürmü? Burada yox. İva da düzgündür. Çünki burada biryoza da məsələn 3 dənə və 3 dənə də samitimiz var. Sasna sözündə 2 və 3 dənə samitimiz var. İva variantı düzgün variantdır. Belə uşaqlar, sağ olun, görüşərik.